Məsələ 4. 1, 2, 3, 5 rəqəmlərindən istifadə edərək rəqəmləri təkrarlanmayan iki rəqəmli ədədlərdən təsadüfən seçilən bir ədədin 20-dən böyük olması ehtimalını tapır. Məsələni ehtimalın klassik tərifinin köməyi ilə həll edəcəyik. Əvvəlcə biz tapaq görək ki, 1, 2, 3, 5 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə dənə iki rəqəmlə də düzəltmək olar. Bunu təkrarsız aranjemanın köməyi ilə eləyirik. Təkrarsız aranjeman n-dən k bərabərdir. N faktorial bölək n minus k faktorial. Və n 4-ə bərabərdir, k da 2-yə. Deməli, bizdə olacaq aranjeman 4-dən 2 bərabərdir. 4 faktorial bölək 4 çıxaq 2 faktorial. Bu da bərabərdir. 4 faktorial bölünsün 2 faktorial. Alıram 2, 3, 4 bölək 2. Bu da elədi 12. Deməli, bütün mümkün hallar sayı bərabər oldu 12-yə. İndi əlverişli hallar sayını tapaq. Əlverişli hallar sayı da 20-dən böyük bu ədəd rəqəmlərdən düzəldilmiş 20-dən böyük ədədlərin sayıdır. Baxıram belə diqqətə. Deməli, bunlar hansılardır? 21, 23, 25, 31, 32, 35, 51, 52, 53, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunların sayı 9 oldu. Buradan çıxır ki, əlverişli hallar sayı 9-a bərabərdir. Və ehtimalın klassik tərifinə görə bu hadisənin ehtimalı PA bərabərdir. Əlverişli hallar sayı bölünsün, əlverişli hallar sayı bölünsün, mümkün hallar sayı. Mümkün hallar sayı. Bu da bərabərdir. Qiymətlərini nəzərə alıram. 9 bölək 12. 3-ə ixtisar olur 4-də 3. Beləliklə tələb olunan ehtimal PA bərabərdir. 4-də 3 alırıq.